Herkese salam, kanalıma xoş gəlmisiniz. Səhərlərimi artıq belə başlayıram. Demək olar ki, 1 kilo çəki vermişəm. Gün qonağım var. Balıq yeyəcəyik. Neçə vaxt planlamışıq. İşte sanırım gözəl də belə bir hava. Da belə balıq doğramışam, hazırdır. Hamı yığışandan sonra qızardacağım. Bir də belə toyuqdur. Bunu da tuxovkada eləyəcəm. Çünki Nilay istəyir, uşaqlar balıq yemir. Belə. Seva gəlib. Ona özümə çay sıram. Hələ Tural'la Zahir gəlməyib. İkimiz çay içir. Sonra da balığı kızartacağım. Toyuğa evet, toyuğa doğramışam. Karıştırın. Qonaqlarım elə də yad adamlar deyil. Həmişə bir-birimizin evinə gedib gələn adamlarıq. Seva mənim həm iş yoldaşımdır, yoldaşı da, özü də, həm də ailəvi yaxın dostluq. Dördümüz də ümumiyyətlə bir sektorda işlədiyimizə görə yaxınlığımız davam eləyir. Burada da yaxın ərazidə qalırıq. Hardasa bir 10 dəqiqə məsafəmiz var yaşadığımız ərazidə. Yanında çıxmışdı, gəldi bizə. Sonra da Tural da işdən çıxıb gələcəkdi. Zahir də gələcək. Boşda ümumiyyətlə yeməklər süfrədə təzə olsun. Ona görə dedim ki, siz gələndə, yığışanda mən bunları qızardacağam ki, isti yeyək. Onlar da gəlirlər, yoldadılar. Mən də başladım, birinci toyuğu koydum ki, toyuq hardasa bir 30-40 dəqiqə bişir. Sonra isə balığı qızardacağım. Daha hazır. Ayran kızarmağa. Keçən dəfə xanım demişdi ki, duz az olur. Mən yəni balıqda o dərəcədə duz hiss eləmirəm. Nə bilim, yəni dadlı olur. Yenə də dadlı olur. Balığın ətindən asılıdır məncə dadı. Başlayıram, bunları doldum kloka. Neyle kızartacağım. Mən uşaq vaxtı nənəmlə bir yerdə yaşamışıq, yəni baba ocağında olmuşuq. Həmişə nənəmin belə bir sözü var idi. Deyirdi ki, qonaq sevməyən evi Allah da sevmir. Həmişə o sözü qulağımda sırğı olub. Ümumiyyətlə nənəmin söylədiyi bəzi fikirlər mənim üçün həmişə örnək olub. Həyatda da baxmışam ki, yəni onun dediyi sözlərin doğrudan da yeri, mənası var. Yəni boş-boşuna demir o sözü. Adam var ki, evinə qonaq gəlməyi, qonaq qarşılamağı sevmir. Məndə elə şey yoxdur. Mən xoşlayıram kimsə bizə qonaq gəlsin. Mən gözəl yeməklər hazırlayım, süfrə hazırlayım. Heç vaxt qonağımı adi bir stəkan çayla yola salmaram. Elə olanda da çox narahat oluram. Bizdə elə adam var məsələn gəlir yemək yemir falan, çay içir, deyir toxam. Yenə də narahat qalıram ki, istəyirəm ki, qəşəng süfrə hazırlayım, yemək hazırlayım, yığıb süfrəyə ki, yesinlər. Belə şeyləri çox sevirəm. Elə şeylərdən heç vaxt narahat olmaram, amma baxıram ki, çox adam elə deyir. Çox adam deyir ki, yox, evimə qonaq gəlməsən, orada narahat oluram, sən ona qulluq elə, əziyyət çəkmə bilim nə. Mən belə şeylər düşünmürəm. Həmişə də ona deyirəm ki, qonaq gələn evin düşünürəm ki, ruzi olur. Bir də ki, Allah da sevir həmin evi. Mən belə düşünürəm. Burada isə artıq mən həm balıq qızardıram, həm də çoban salatı edirəm. Dedim çoban salatı eləyim ki, fəslə uyğun. Kaha da doğramışam içine. Tut gəlirləri. Tamam etdilədim ki, balıq istəyəcək. Soyuq yemək xoşlamıram. Qalanda yaxşı olmur qızarma şeyləri. Nəylə qarışdırım? Qarışdırım. Ara pomidora bak. Gözümden kaçır. Yaxşıdır. Salat, balıq, nar şərab hamısı hazırdır. Hələ toyuq da var. Bu da toyuq. Mən iş gördüyümə görə süfrəni elə də rahat çəkə bilmirəm. Ona görə hər dəfə belə şey olanda, Seva bir olanda deyirəm sən çək, mənim əvəzimə də mən vloqda yerləşdirərəm. O da sağ olsun belə çəkibdi, detallı çəkibdi. Həqiqətən də arada belə yığışmaq yaxşı gəlir adama. İnsan biraz oturur, söhbət edir. Biz ümumiyyətlə bir yerə yığışanda gecə saat 1-də, 2-yə qədər oturub söhbət edirik. Yəni bu gün də hello oldu. Artıq saat 2 idi. Котлета? Да.
Simiçkanı birini bitirmişik. İkincidir. Çay içdik, simiçka çırtıyırıq, meyvə yeyirik, yenə çay içirik, yenə təkrar söhbət edirik. Oradan da vaxtlardan gəlir gedir, heç bilmirik. Elə bir ki, istirahət eləmiş oluruq. Axşam gec olduğuna görə qabları yumadım. Dedim səhər durub yuyuram. Qaça-qaç deyil ki. Ona görə artıq səhərdir vlogumu, səhər çəkirəm. Qablarımı başlayıram yumağa. Sərbəli yığmışdım bir qıraqdan ki, uşaq toxunub qırmasın. Elə yaxşı da ki, ürəyimə gəlib. Gündəlik işlətdiyim qabım biri. Stolun üstündən səhər düşdü, qırıldı. Onun səsinə yuxudan oyandım. Necə oldu düşdü heç bilmirəm. Qablarımı amma başqa yerə yığmışdım ki, birdən qırılıb eləyər. Səhər qab qırılanda deyirəm necə də axşam ürəyimə gəlibmiş ki, bunları ayrıca yığdım ki, birdən düşüb qırılar. Ağlıma gələn oldu. Amma şükür ki, gündə işlətdiyim qab qırıldı. Keçən dəfə vloqumda da demişdim ki, hədəfim 10.000 olmaqdır. Bu yolda mənim sizin dəstəyinizə ehtiyacım var. Ona görə də kanalıma abunə olmağı, vloqlarımı yaxınlarınızla bölüşməyi unutmayın. Hədəf qoymuşam qarşıma, gördüyünüz kimi vaxtında tez-tez vloq paylaşıram. Hətta düşünürəm ki, gündəlik paylaşımlar eləyim. Hər gün bir vloq paylaşacağam. Onu da planlamışam. İnşallah ki, hədəfim tez bir zamanda 10.000 olmaqdır. İnanıram ki, o hədəfimə də çatacağam. Ona görə də mənə dəstək olmağı unutmayın. Şərhlərdə mənə demişdiniz ki, gündəlik nələr yeyirsiniz, arıqlamaq üçün nə edəcəksinizsə paylaşın ki, bizə də motivasiya olsun. Ona görə də sizinlə bölüşmək istəyirəm. Gördüyünüz kimi qonaqlarım oldu. Balıq qızartdım, toyuq qızartdım. Mən təbii ki, bunları yedim. Balıq kökəltmir, diyetaların çoxunda olur. Toyuq da olur həmçinin. Mən onu deyim ki, mən özümü yeməkdən məhrum etməmişəm. Etməkdə fikrim yoxdur. Bir həftəyə 5 kilo çəkini atacam demişəm. Yəni bunu hədəf qoymuşam qarşıma. Bunu olmaya da bilər. Ancaq mən bunun üçün cəhdlər edirəm, planlar qururam, amma özümü yeməkdən məhrum eləmirəm. Nə bişirsəm onu hamı kimi oturub yeyirəm, hətta çörək belə yeyirəm. Yəni çörəyi onsuz da mən başqa vaxtlarda çox çörək yemirdim. Çörəyi həmişə onsuz da bir quzuq yeyirəm. Onu yenə də olduğu kimi davam elətdirirəm. Yeməklərim çörəksiz olmur. Bir detoks da eləmişəm. Onun faydasını görsəm digər vloqlarımda sizinlə bölüşəcəm. Bir detoks da görmüşdüm. Deyirlər ki, südlə arıqlayırsan, südü bişirirsən, içinə yaşıl çay atırsan, dəmləyirsən, gün ərzində onu içirsən. Səhərdən axşama qədər, səhər məsəl üçün 9-dan axşam 6-ya qədər o südü içirsən, 1 saatdan bir içirsən. Həmin günündə deyir evdən çölə çıxmaq olmaz, çünki bağırsağı açır. Mənə elə gəlir ki, qəbz olanlar üçün bu detoks daha faydalıdır, amma süd verən analar hamilələrə olmaz. Əslində mənə o detoks asan gəldi, ancaq süddən iyrəndiyimə görə o detoksu etməyəcəm. Şərhlərdə bir xanım da mənə yazmışdı. Həmin detoksun başqa bir üsulunu eləyirəm. Onun nəticəsini görsəm mütləq şəkillərdə sizinlə bölüşəcəm. Mən demək olar ki, yeməyimi azaltmışam. Axşamlarda çıxıb gəzirəm. Gündə 2 dəfə demək olar ki, yemək yeyirəm. Yuxu rejimini heç cür düzəldə bilmirəm. İşdən sonra belə olmuşam. Əvvəl yəni səhər efiri olduğuna görə səhər tezdən dururdum. Saat 6-da, 7-də oyanırdım. Yuxum çox az idi. Gün ərzində 6-7 saat falan yuxu yatırdım. Bu sentyabrdan bura belə olduğuna görə indi də səhər efiri yoxdur. Heç cür səhərlər tez dura bilmirəm. Dəhşət məni yuxu basır. Səhər gözümü yuxudan ümumiyyətlə aça bilmirəm. Hər gün saat 12-yə işləmiş yuxudan dururam. Özümdən asılı deyil. Hər gün də deyirəm ki, səhər tezdən duracağam. Bu da mümkün deyil. Bilmirəm, yəqin ki, hələ ki o yuxu balansımda olmuyubdur. Belə düşünürəm. İnşallah yəqin ki, düzələrəm. Çünki çox yatmağı sevmirəm. Gec oyananda elə bilirəm ki, həyatda çox böyük bir şey itirmişəm. Ona görə də səhər tezdən durmaq istəyirəm və deyirəm ki, bunu ümumiyyətlə düzəltməliyəm. Ona görə də mən gündə 2 dəfə yemək yeyirəm. Durdum saat 12-yə işləmiş, 12-yə qalmış falan yemək yeyirəm. Səhərlər mütləq yumurta bişirib yeyirəm. Yeməkdən öncə ac qarnına chia və kətən toxumunu içirəm. Artıq 6 gündür belə davam edirəm. Çay içirəm, su içirəm və gedir bu saat hardasa 6-da Tural işdən gəlir. 6-da mən yemək hazırlayıram. O Tural gələndə otururam, Turalla bərabər yeməyini yeyirəm və salam. 6-dan sonra yemək yemirik. Nə Tural, nə mən yemək yemirik. Düzdür, acıram. Deyim ki, acımıram, yalan demiş olaram. Acıram dəhşət dərəcədə. Görürəm ki, dəhşət acımışam. Başqa vaxt olsaydı kalbasa, çörək yeyərdim, atışdırardım. Ancaq indi onu eləmirəm. Deyirəm ki, acımısan yemə. Həm də ki, axşam yeməyib yatanda gecə də adam rahat yatır, yuxusun qatmır məsəl üçün. Çox rahat şəkildə yatırsan. Mən də ona görə gecələr yeməkdə yemək yemirəm. Hansısa bir balaca şirniyyatdan çay içə bilərəm, konfetdən də çay içə bilərəm və yaxud da ki, hansısa bir peçenye
ilə falan çay içirəm. Onunla aclığımı yatışdırıram, gedir. Mənə daim şərh yazan xanımlardan biri də qeyd etmişdi ki, yeməyini azaldıb hər gündə gəzir. O şərhi gördüm, çox sevindim. Nə gözəl ki, mənim kiməsə faydam dəyir burada. Deməli qızlar, mənim əslində çox da elə belə artıq çəkim yoxdur. Çox adam mənə deyir ki, bu sənə yaraşır. Çünki mən həmişə çox arıq olmuşam. Həmişə çəki almaq istəmişəm, belə deyək. Son illərdə dediyim kimi, müalicəyə görə çox yedim. Aşırı dərəcədə çox yedim. Saat 1-2 demirdim, yeyirdim. Düşünürəm ki, ona görə çəki almışam. Gəzməyimi azaltmışdım. Artıq mən köhnə günlərimə qayıdıram. Yeməyimi az, gəzməyimi isə bol edəcəm. Mən özümü 58-59-da daha rahat hiss edirdim. Görünüş olaraq da bəzi geyimlərimi hiss edirəm ki, onlar dar olur, bilirəm ki, çəki almışam və mən bu çəkini vermək üçün bəzi şeylər araşdırdım. Diyeta saxlayan, necə arıqlayırlar. Ümumiyyətlə onu qeyd edim ki, fikir versəz, hamı marafon qeyd edir. Bu təzə bir biznesdir deyə bilərəm. Çünki kim necə arıqlayıbsa öz üstünü tərtib edir və oradan-buradan götürür. Necə arıqlamaq qaydaları var. Hansı yeməklər, məsəl üçün piydən aparır, hansı yeməklərin kalorisi azdır, onları qeyd edərək və yaxud da ki, hazır bir menyu alır, siyahı tutur və başlayır insanları arıqlatmağa. Düzdür, bu pis bir şey deyil, yaxşı bir şey. Qrup şəklində motivasiya olur, hamı bir-birinə baxır, başlayır arıqlamağa. Ancaq bir şey deyim, bütün diyetalar keto olsun, falan olsun. Çünki mənim bacım da keto diyetində eləyibdi, başqa diyetlərdə saxlayıb və diyetin saxlayanda da çox sürətli çəki alıbdı. Az yesə belə çox sürətli çəki alıbdı. Bütün diyeta saxlayanların çoxsu da deyir ki, mən vaxtında çox diyetalar saxladım, ac qaldım, ancaq arıqlasam da sonra o çəkini aldım deyə qeydlər edirlər və sonra da özləri öz diyetalarını deyirlər ki, tərtib edirlər ki, bunu saxlayın, bu diyeta ilə arıqlayacaqsınız. Mən belə arıqlamışam. Təbii ki, bunların hamısı mən belə düşünürəm ki, mənə elə gəlir ki, onlar da bir qazanc yoludur. Deyim ki, bütün diyetalar bəli elədir, arıqladır səni və o diyetanı saxlayandan sonra isə sürətli şəkildə çəkini geri alırsan. Ona görə də heç bir diyetaya fikir verməyin, yeməyinizi yeyin, sadəcə olaraq yeməyinizi az yeyin və çoxlu gəzin. Gəzməklə çəkini atacaqsınız, yavaş-yavaş atacaqsınız. Bir də ki, detokslar edə bilərsiniz. O da hansı detokslardır? Ödəm atıcı detokslardır. Həqiqətən də insan yediyi qidaları, makaron yeyirik, xəngəl yeyirik, xəmir yeməkləri yeyirik. Bunların hamısı bədənə ödəm verir, su yığır bədənə. O da sənin şişkinliyindir. Bir diyetaya başlayanda fikir versəz, ilk öncə 2-3 kilo sürətli çəki atırsan 2 günə, 3 günə. Çünki o ödəmdir, bədəndə olan ödəmdir, mayedir. Və buna görə də detoks mütləq lazımdır ki, mayenizi ödəmi atasınız. Mütləq şəkildə demirəm ki, diyeta pisdir, xeyr, diyeta sağlamlıq deməkdir. Çalışın, sağlam qidalara üstünlük verin. Məsəl üçün, banan yeyin, avokado yeyin, yumurta yeyin, toyuq əti yeyin, balıq əti yeyin, mal əti də olar, qan artırıcıdır, onu da yeyin. Bir kusok gün ərzində də hər yeməyinizin yanında bir kusok da çörək yeyə bilərsiniz. İnanın ki, belə-belə arıqlayacaqsınız. İnsan ifrat dərəcədə yeyəndə kökəlir və özünü narahat hiss edir. Buna görə də mən bu yolda diyeta saxlamıram. Hər şeyi yeyirəm və az yeyirəm. Gündə 2 dəfə yeyirəm. Bunu 3 də edə bilərəm, amma hələ ki, dediyim kimi, yuxudan gec durduğuma görə gündə 2 dəfə yeyirəm və çoxlu gəzərək çəki atıram və bunu artıq hiss edirəm. Artıq mən 1 kilo atmışam. Bəlkə də mən buradan sizə verdiyim məsləhət yaxşı çıxmaz. Düzdür, mən professional deyiləm, deyim ki, həkiməm, diyetoloqam ya idman müəllimiyəm, ancaq ki, mənim bildiyim bir şey var ki, təcrübəyə əsasən deyirəm, mən bu fikirləri diyeta saxlayanlara da baxıram. Məsəl üçün, bacım illərdir diyeta saxlayır və illərdir çəkisini geri alır. Mən bunu öz təcrübəmə əsasən, müşahidələrimə əsasən, özüm üçün araşdırdığıma görə belə rahatlıqla fikir bildirə bilərəm. Usta, xeyirli şeyləri çox edin, az yeyin və çox hərəkət edin, çox gəzin. Bundan sağlam şəkildə arıqlayacaqsınız. Çəki azaldıqca iradəniz də güclənəcək. Həvəsiniz daha çox olacaq. Soyuq olar, bıraxdıram, nazik edəmişəm. Mən amma qalım. Verəm bir də. Soyuq olar, amma biraz gəzəndən sonra isti olur. Metabolizma işləyir. Neçə kilometr getdik Tıra? 5 olacaq. 4-56. 4 kilometr gəzmişim. 5 oluyor. 5 olmağına az qaldı. Ben markete de gedək oradan. Bir tane geldi daha. Yox, gedək də daha. Bir tane çok yok.
Marketten bir şey almalıyım. Cəfəri. Detoks yeyib içəcəm. Ben neçə 1 kilo gedib hələ ki məndən. Amma bir neçə gündür, 2 gündür, 3 gündür. Bir kilom gedib. Yol ancaq gəzirik belə bir yoldur. Yolun qırağıdır Səkidə. Royal Park'ta sevdim. Royal Park tərəfdə gəzirik. Nə qədər elədim? Ötüş ne kadar? 5.99. 6 kilometre yaxın. İndi qayıtdır eve. Pesoks adam. Dur al, bas da. Qalmışıq bizdə. Yarım orucuna. Marojna, pesok, çörək. Gördüğünüz gibi her gün 6 kilometre yürüyüş edirik. Vlogumu ise burada yekunlaştırıram. Növbəti vloglarda görüşərik.